Elin 5'dir, uzunluğu 8'dir. Bütün tillerin uzunlukları cəmi 8'ni bölürük 4 edir 20 və 5 eni ilə uzunluğun topu üstündə x gələndə cavab edir 20. X da bərabərdir 20-dən çıxırıq 13'ü elir cavabımız 7. S tam tapanda ne edirik? Baxın, şəkil göstərirəm, şəkildə sizə verilənləri. Ne deyir bizə? Deyir eni 5'dir, uzunluğu 8'dir, hündürlüğünde tapdıq 7. Onda 2 vurulsun, 8 vur 5, 5 vur 7, 8 vur 5, üstə gəlsin 5 vur 7, üstə gəlsin 8 vurulsun 7. O da bərabər. Cavab 260. Düzbucaqlı paralelipipedin oturacağının perimetri, demək biz belə bir düstur bilirik. S yan bərabərdir. P oturacaq vurulsun H. Düzdür. Səhədir ki, P oturacaq bərabərdir 14, H da bərabərdir 5. Onlara yan səthin sayısını tap deyəndə apar bir nömrə vursun. 14 vurulsun 5. O da 70. Demək, enini 2 dəfə, uzunluğunu 3 dəfə, hündürlüyünü isə 5 dəfə artırsaq həcm necə dəyişir? Həcm 2 dəfə artacaq çünki düzüm transfasıdır. Həcm 3. Deməkdir, enin 2 dəfə, uzunluğunu 3 dəfə, hündürlüyü isə 5 dəfə artırsaq həcm necə dəyişir? Onda o dəyişəcək 30 dəfə artacaq. Yəni bir-birinə vurur çünki artı düzüm transfasıdır. Düzbucaqlı paralelipipedin eni 5, uzunluğu 8, tam səthin sayısı 158'dir. Birinci S-dən bərabərdir 2 vurulsun AB, AC və BC yazırıq. O da bərabərdir 158'e. 158'i böldük 2'ye. Demək bu bizim A'mız olsun, bu bizim B'miz olsun. C'mizdə X qeyd eləyək. D yazırıq belə. 5 vur 8 üstə gəlinsin. 8 vur X və 5 vurulsun X. Bərabərdir. Olacaq 7, 9, 79. Olacaq 13x bərabərdir 79'dan. Çıxacaq 40 eləyəcək 39. 13x bərabərdir 39. X də bərabərdir 3'e. Həcmini tap dediği üçün V bərabərdir A vur B vur H yazacağıq. Yəni 5 vur 8 vur 3. O da olacaq 120. Düzbucaqlı paralelipipedin iki yüzünün kəsişməsi. Bir tane şəkildə çəkim göstərim. İki yüzünün kəsişməsi nəyə əmələ gətirir? Baxın, birinci yüz, baba birinci yüz. Bu da olsun ikinci yüz. O ikisi kəsişir. Bir də nəyə əmələ gətirir? Til. Til əmələ gətirirlər. Üç yüzünün kəsişməsi deyəndə baxın. Bu yüz. Bu yüz. Bir də bu yüz. Üçü kəsişirsə nə əmələ gətirir? Təpə. Bu 42-ci sualdır. Təpə əmələ gətirir. Bir də tillərinin kəsişməsi deyir bizə. Tillərinin kəsişməsi. Paralelipipedin tillərinin kəsişməsi nəyə əmələ gətirir? Tillərinin kəsişməsi isə baxın, 3 dənə til baxın kəsişibdir. Bir dənə əmələ gətirib, təpə əmələ gətiribdir. Dərinliyi 1,8 metr olan düzbucaqlı prizma şəkilli hovuzun dibinin uzunluğu enindən 3 dəfə böyükdür. Dərinlik deyəndə hündürlükdən gedir söhbət. Hündürlüyü 1,8'dir. Uzunluğu enindən 3 dəfə böyükdür. 3x buranda x qeyd edirik. Həcmi V bərabərdir A vur B vur H yazırıq. Yəni 3x vurulsun x vurulsun 1,8 bərabərdir 48,6. X vur x bərabərdir 48,6'nı böləcəyik. 3 vurulsun 1,8'e. O da eləyəcək 9. X də bərabərdir. Hansı iki ədədi bir-birinə vursaq 9 eləyəcək. Nə deyir? Yan səthin sayısını tap. S yan bərabərdir 1,8 vurulsun 2. 3x üstə gəlsin x. O da bərabərdir 3,6 vurulsun 4x.
3,6'ın 4'e vuranda 4, 10, 4,4 vurulsun 3 alıram. O da edecek 42 tam 43,2. 43 tam onda 2 edecek. Paralelepipedin hündürlüğünden 1,8 cm, uzunluğu ise 6 cm çoxdur. Hündürlüğü enindən 1,8, uzunluğu ise 6 cm nədir? Çoxdur. Bütün tellərin uzunluqları cəmliyində 124,8'i bölük 4 eləyir 3, 1, 2, 31,2. Ve bu tərəfləri toplayırıq. X üstə gəlinsin 6, üstə gəlsin, x üstə gəlsin 1,8 bərabər 31,2'ye. 3x bərabər 31,2'dən çıxıram 7,8'i. Eləyir 23, 3x bərabərdir 23 tam onda 4. 23 tam onda 4. X de bərabərdir 23 tam onda 4 3'e böləndə 7,8 edəcək. Nə deyib bizə? Yan səthin sahəsini tap. 7,8'in üstünə 1,8 gələn deyir 9,6. Buraya 7,8. Burada uzunluğu da olacaq belə. 13 tam onda 8 edəcək. Onda S yan bərabərdir 2 vurulsun 9,6. 7,8 ilə toplayacağım 13 tam onda 8'i. O da bərabərdir. Cevabımız edəcək 414 tam %72. Ölçüləri 10, 8, 6 olan qutu 0,125 kilogram darçın tutur. Kutu neçə kilogram darçın tutar? 46. Bütün tellərin uzunluqları cəmi 4,5 cm. Kubun bütün tellərin uzunluqları cəmi ise bunun 4-5'te 4'üdür. Yani 4,5 vurulsun 5'te 4 eləyəcək. 0,9'u 4'e vururam verir 3,6 qədərdir. Kubun bir üzünün sahəsini tap. Kubun bütün tellərin uzunluqları cəmi 12 dənə teli var. 12 də bir-birinə bərabərdir. Baxın. A, bu da A. 12A'ya bərabər eləmiş 3,6'nı. O da bərabər 0,3. Bir üzünün sahəsi. Bak bir üzünün sahəsini tapaq. Bir üzünün sahəsi S kvadratdan ibaret olduğu için bir üzünün sahəsi bərabərdir. A vurulsun A. 0,3 vur 0,3 elir 0,9. Hündürlüğü eninin 3 mislinə. Hündürlüğü eninin 3 mislinə 3x. Uzunluğu ise eninin 2 mislinə bərabərdir. Tam səthin sahəsi 198'dir. S tamı tapaq. S tam bərabərdir 2 vurulsun 2x vurulsun x üstə gəlinsin. X vurulsun 3x üstə gəlinsin. 3x vurulsun 2x eləyəcək. O da bərabərdir 198. 198'i 2'ye böləcəyik. 2x x'e vuran deyilir 2x kvadratı. Üstə gəlinsin 3x kvadratı. Burada olacaq 6x'in kvadratı. Bərabərdir. Olacaq 9, 99. 2, 3 ayıracaq. 11x'in kvadratı bərabər 99. X kvadratı da bərabərdir 9'a. Hansı iki ədədi bir-birinə vursaq 9 eləyəcək? Deyəcək 3. Tillərin uzunluqlarını tap dediği üçün eni olacaq 3. Uzunluğu 2 vurulsun 3. Yani 6. Hündürlüğü ise 3 vurulsun 3. Yani çiləcək. Eni uzunluğunun 2'de 1'dir. Eni uzunluğunun 2'de 1'i. Uzunluğu hündürlüğünün 3'te 2'sidir. Onda A'mız olacaq K. B'miz olacaq 2K. S'miz olacaq 3K. Bütün tillərin uzunluqları cəmliyində 4 vurulsun K. 2K üstə gəlinsin 3K bərabər 96 yazacaq. 96'ın 4'e böləcəyik. Olacaq 6K bərabərdir 24. Onda K'mız da bərabər nəyə? 4'e. Yan səthin sahəsini tapanda onda baxım düz bucaqlı paralelipiped çəkim. Bilinənləri qeyd edeyim sizə. Deyir ki, bura 4'dür. Bura 8'dir. Buraya ise neçədir? Şimdi bu S'miz 12'dir. Biz ne dedik? S yan neye beraberdir? P oturacaq vurulsun haşa.
da bərabərdir. 8 üstə gəlsin 4 toplayıb vururam 2'ye. Vururam 12'ye. O da olacaq 24 vurulsun 12. Cevabımız olacaq 288. Demek ki burada cevap olacaq 288. Tutacaqlı paralelipipedin həcmi 48 litrdir. Oturacağın sahəsi demək həcm bərabərdir həcm. V bərabərdir 48 litr. Litri santimetr kubuna çevirəndə minə vuracaq. 48 vurulsun 1000. Yəni 48.000 santimetr kubudur. Çünkü 1 desimetrimizin kubu olacaq 1 litr. 1 desimetrimiz 10 santimetr ise 1 desimetr kubumuz olacaq 1000 santimetr kubu. Demek sahəsi S oturacağı da bərabərdir 160'da. Hündürlüğünü soruşur bizden. Onda 48.000'i böləcəyik 160'a. O da eləyəcək 300. Cevabımız olacaq 300. Demek bize de düz bucaqlı paralelipipeddir. Hündürlüğü 1,8 metrdirsə, 1 metrimiz neçə desimetrdir? 10 desimetrdirsə, 1,8 metrimiz olacaq 18 desimetr. Hündürlüğümüzü yazacağıq 18 desimetr. Uzunluğu enindən 3 dəfə böyükdür. Burada 3x qeyd edəcəyik. 3x x qeyd edəcəyik. Oturacağı düz bucaqlıdır. Demək biz deyəcəyik P oturacağı tapacağıq. P oturacağı 2 vurulsun. X üstə gəl 3x bərabər nəyə? 240 yazacağıq. O da eləyəcək 8x. 4x 2'ye var 8x elir 240. X də bərabərdir 30 olacaq. 30. Bizdən nə soruşur? Həcmini tap deyir bizə. İndi biz burada qeyd eləyək. Yuxarıda deyir buranı sileyim. Tərəfləri tapaq. Demək uzunluq 3 vurulsun 30. 90 desimetrdir. Eni 30 desimetrdir. Hündürlüğü ise 18 desimetrdir. Həcmi tapanda bunlar bir-birinə vuracaq. 90 vur 30 vurulsun 18. O delir 48.600 desimetr kub və 48.600 litr. Düzcəqlı paralel şeklinde otan eni uzunluğundan 1,5 dəfə böyükdür. Baxaq bizə deyir uzunluğu 1,5 dəfə böyükdür. Buranı da x qeyd edeyim. Hündürlüğü ise 2 dəfə kiçikdir. Yani burada 3x'dir. Hündürlüğündən ise 2 dəfə kiçikdir. Demək bizdən nə soruşur? Deyir ki həcmi 3x vurulsun x vurulsun 1,5x bərabərdir 288. X vur x vur x bərabərdir 288 bölünsün 4,5. O da 2880 bölünsün 45 edecek. Demek eləyəcək x vurulsun x vurulsun x bərabərdir 64 x də bərabərdir 4'e. Uzunluğunu tap dediği için 1,5'də 4'e vururam. Cevabımız edir 6. Gəldim 51'e. 51'de bize ne deyir? Deyir ki ölçüləri 10, 8 ve 6 olan 0,125 kilogram darçın tutur. Tapaq. Demək V bərabərdir 10, 8, 6. Düzdür. Bunu qeyd elədik. Qutunun içi kilogramdır. Bu santimetrlə daha birinci bunu santimetre çevirək metrə. Belə qeyd edeyim. A bərabərdir 10 santimetrimiz, yəni 0,1 metr deməkdir. B bərabərdir 8 santimetrimiz olacaq 0,8 metr. Çünkü 1 metrimiz 100 santimetrdir. C'miz de 6 santimetrimiz olacaq 0,6 metr edəcək. V'ni tapanda 0,1, 0,8 vurulsun 0,6 edəcək. Gəlin tərsini prosesi metr santimetre çevirək. A bərabər 0,5 metrdirsə olacaq 50 santimetr. Demək buradakini çevirin. 1,6 metrdirsə 100'e vursam olacaq 16 santimetr. C də bərabərdir. 1,2 metrdirsə bu santimetr çevirində 12 santimetr eləyəcək. 12 santimetr eləyəcək.
İndi biz eləyək. 2 metr 100'e vursaq 120. 120. Bu da olacaq 160. 160. İndi V'sini tapaq. V böyükdür. Böyük olacaq 50 vur 160 vur 120. V kiçik tapsaq 10 vurulsun 8 vurulsun 6 edəcək. Və bunlar bir-birinə bölək. 50 160. Burada olacaq 120 bölünsün 10 vur 8 vur 6. 160'ı bölək 10 eləsin 16. 120'ni bölək 6'ya eləsin 20. 50 ilə də 8 hər ikisi ixtisar getsə bura beyətdən. Ya 50 ilə işimiz olmasın. 50 olduğu kimi qalsın 16'dan 8'e bölü eləsin 2. O da olacaq 40 vurulsun 50 bərabərdir 2000. Deyək ki bir qutu üçün nə qədərdir? 0,125 ise 2000 qutu olur. Aldığımız cavab. 2000 qutunu da vururam 0,125'e. O deyəcək 500 kilogram. 53. Bütün tellerin uzunluklarının cəmi olacaq 4 vurulsun. A üstə gəl, B üstə gəl, C bərabərdir 84. 3 müxtəlif tellerin uzunluklarının cəmi bu deməkdir. A üstə gəl, B üstə gəl, C deməkdir. 84'ü bölürəm 4. Eləyir 21. Cavabımız hazırdır. 54. 54 burada şəkil çəkeyim. Yönədir. Deyir hovuzun eni 5'dir. Uzunluğu 12'dir. Uzunluğu 12'dir. Dərinliyi ise 2'dir. Hovuzun kenarında tordan hasar çəkdilər. Hasar çəkdilər deyəndə onda biz bunu perimetrini tapacağıq. Perimetrini de hardan tapırıq? Oturacağım perimetri. Baba oturacağım perimetrini tapacağıq. Birincidə P oturacaq. Bərabərdir 2 vurulsun 12 üstə gəlsin 5. O deyəcək 34. Və deyək ki bir giriş qapısı qoydular. Yəni 1 metr çıxdılar buradan. Giriş qapısı qoyanda 1 metr açıblar. Yəni götürüblər. Olub necə? 33. 1 metrimizə 5 manatdırsa onda 33 metrimizə nə qədər olar deyəndə 33'ü vururuq 5'e. O deyir 165. Birincinin cevabı eləyəcək 165. Keçirik ikinciyə. B bəndinə. Hovuzun dibinə 1 kvadrat metrin qiyməti hovuzun dibindən gedir söhbət. Dibindən. Dibinin sahəsini tapırıq. Bax, bu yenə bunun sahəsini tapacaq. S oturacaq. 12 vurulsun 5 bərabərdir 60 edəcək. 1 kvadrat metrimizə 18 manatdırsa onda 60'a nə qədər düşəcək? 60 vurulsun 18. Yəni 1080 manat pulumuz gedəcək. Çünkü hovuzun dibindən gedir söhbət. Bizə nə deyir? Hovuzun divarlara suya dayanıqlı boya ilə boyandı. Hovuzun 4 dənə divarı var. Bax, divarlarını göstər. Birinci divar, ikinci divar, üçüncü divar, bir də üstə bu alttaki var, qabaqlar, bir də yan divarlar. Alt oturacaqlar, üst oturacaq nəzərə alınmır. Hərəsi də deyir 17'dir. Yəni bura 17 metr kvadratsa. İstəyən divar var 4 dənə 17 edir 68. Birinə 2 litr boya gedibsə, yəni 17 kvadrat metr sayı 2 litr gedibsə, onda 4 dənə divara, yəni nə qədər gedəcək? 4 vursun 2. Demək baxın. 17 kvadrat metrə 2 litr gedibsə, 68 kvadrat metrə nə qədər gedəcək? X. Onda x'imiz olacaq. 68'i böləcəyik 17'ye, vuracaq 2'ye, böləcəyik 17'ye 4. O da olacaq necə? 1, 2, 3. 4 dənə divarı var. Onda 68'e nə qədər gedəcək? 4 vurursun 2, yəni 4 dəfə çox da olacaq necə? 8. Demək buranın da cavabı olacaq nə? 8. Üstəlikdə paralelipedin oturacağın sayısı S oturacaq bərabərdir 3,124'dür. Kvadratdır deyir. Baxın kvadrat. Kvadrat nə deməkdir? Enin uzunluğu da bir-birinə bərabər deməkdir. A. Deyir kvadratdır. Paralelipedin hündürlüyü enindən 5 dəfə böyükdür. Yəni burada nəyə bərabərdir? 5 aya. Həcmi tapın.
Deyir ki, oturacağın sayısı A vurulsun A 3,124. Hansı iki ədədi bir-birinə vursaq 3,124 edəcək 1,8. Demək tərəfləri tapacağıq. Eni 1,8, uzunluq 1,8, hündürlük olacaq 1,8 vurulsun 5. Bu da olacaq neçə? 9. Bizdən nə soruşur? Deyir ki, həcmini tapın. Həcmi. B nəyə bərabərdir? 1,8 vur 1,8 vurulsun 9. Və yaxud da 3,24 vurulsun. O delir 29,16. 16. Deyir ki, tili 80 cm kubun ölçülər. Kubun tili deyir 80 cm. Onda həcm olacaq 80 vur 80 vur 80 olacaq. V böyükdür. Bu da olacaq V kiçik. 4 5 vur 20. Neçədən etkisiz bölürlər, neçədən paralelipiped aldı deyəndə V böyüyü böləcək V kiçiyə. 80 vur 80 vur 80 bölünsün 4 vur 20 vur 5. 81 gedir. 80'i 5'e böləndə eləyəcək 1 80 vurulsun 1, bu da olacaq neçə? 6 16. 16'ını da 8'e vursaq neçə eləyəcək? 1080 1080. Deyir, hədiyyə qutusunun uzunluğu 15'dir. A'sı 15'dir. B'si 10'dur. C'si ise 6'dır. Bu hədiyyə qutusunun bükməyə en az neçə kvadrat santimetr bütöv kağız lazımdır. Yəni S tam tapmalıyıq. 2 vurulsun 15 vur 10. 10 vur 6. 6 vurulsun neçə? 15. O da bərabərdir 600 eləyəcək. Gidək 59'a. 59'a nedir? Metr kubuna çevirək. 1 metrimiz 100 santimetrdirsə 1 metr kubumuz olacaq 100 vur 100 vur 100. Yani 1 milyon santimetr kubu. Santimetr kubu. Onda 8 santimetr kubunu metr kubuna çevirəndə 8'i böləcəyik 1 milyona. 0,1 milyonda 8 eləyəcək. Sonra desimetr çevirək. 1 metrimiz 10 desimetrdirsə 1 metr kubumuz olacaq 1000 desimetr kubu. Yəni 0,7'ni böləcəyik nəyə? 1000'ə. 0,7 bölünsün 1000. 1000. O da eləyəcək 7 bölünsün 10.000. 0,10.000'də 7 eləyəcək. Sonra bunları toplayacağıq. 0,2 3 4 5 bu da 6 üstə gəlsin 0 1 2 3 bura 4 olsun. Bir də 8,2 yazaq. Toplayaq alta 0 0 0 0 0 0 0 8 0 7 0 0 2 8. O da olacaq cavabımız 8,2 708. 60. Deyək ki, paralelipiped şəkildə çənə. Birinci metr çevirək santimetrə. A'mız olacaq 50 metrdirsə olacaq 500 desimetr. B'mizi çevirsək 4 metrdirsə 50 yazmışam, üzr istəyirəm. 5 yazmadım, 5 metr olacaq neçə? 50 desimetr, 40 desimetr. C'mizdə olsun 3 metrimiz olacaq neçə? 30 desimetr eləyəcək. Şəkilli çənə. Həcmin tapanda 50 vur 40 vurulsun 30 yazırıq. O da eləyəcək 60.000 litr. Yəni 1 desimetrimizin kubu 1 litr olduğu için 60.000 litr eləyir. 60.000 litr tutan çənin 29.000'də su tökülübsə nə qədər boş qalıb deyəndə biz 29.000'i çıxacağıq buradan. 0 0 0 1 3 31.000 litrimiz 61. Demək nə deyib bizə? Bax, bura yoxdur bizdə. Hündürlük yoxdur. S 1'i tapanda 12'ni vururam x'e.
S2'ni tapanda 5'i vururam X-ə və deyir ki, rəngli üzlərin cəmi S1 üstə gəlsin, S2 bərabərdir 100-ə. 12x ucum var. Öz üstdən burada 2x deyildi. Ərdən bir dənə deyəcəm. Demək, bura 5-dirsə, onda burada 5 olur. Demək, bura yoxdur, bizdə x yoxdur. Belə gedirik. S1 bərabərdir 12-ni vururuq 5-ə. S1 bərabərdir 12 vurursun 5 neçə eləyir? 60. Bir də S2-ni tapanda, baba rəng yüzü tapanda 5'i vururuq x-ə. 5x üstə gəlsin 60 bərabərdir 100. 5x bərabərdir 40. X-ə bərabər nəyə? 8'ə. Demək, tərəfləri tapdıq. Bütün tillərinin uzunluqları cəmi bərabər 4 vurulsun. 5 üstə gəl, 8 üstə gəl, 12 eləyəcək. O da 8-dən 12'ni toplayırıq, eləyir 20, 25. Cavabımız eləyir neçə? 100. Demək, bura 6'dırsa, bura yoxdur, bizdə x qeyd edirəm. Demək, bura S1 yazacaq, rəngli üzün birinin 15x eləyir. Buranı qeyd edirəm, S2 burada olacaq 6x. Demək, 15x ilə 6x'i toplayıram, bərabər 168'ə. Olacaq 21x bərabər 168, x də bərabər nəyə? 8'ə. Bütün tillərin uzunluqları cəmi dediyi üçün A-mız 15'dir, B-miz 6'dır, C-miz necə tapdıq? 8. Bütün tillərinin uzunluqları cəmi tapanda 4 vurursun, 8 üstə gəl, 6 üstə gəlsin, 15 eləyəcək. O da eləyəcək, 4 vurulsun, 29. Doğrudur, 29. O da eləyəcək 6, 3, 116. 15. O da olacaq 116. Geçək bu birisinə. O 63-cü məsələ. Deyir ki, bura 8'dir. Onda rəngli hissə olduğu üçün burada 8'dir. Buranı qeyd edirəm, buramız yoxdur. Bura yoxdur, x yoxdur. X qeyd edirəm. Demək, S1'imiz bərabər 8x, S2'miz bərabərdir, bu da 8x. S1 ilə deyir, S2'ni toplayanda 112 edir. Yəni 8x üstə gəlsin, 8x bərabərdir 112, 16x bərabərdir 112, x də bərabərdir nəyə? 7'yə. Bizdən nə soruşur? Demək, belə bir düzbucaqlı paralelipiped aldıq. Deyir ki, bura 7'dir, bura 8'dir, burada 5'dir. Bütün tillərin uzunluqlarının cəmini tapın. Bütün tillərin uzunluqları cəmi 4 vurulsun, 7 üstə gəl, 8 üstə gəl, 5. O da bərabərdir. 4 vurulsun, 20. O da bərabər nəyə? 80. Eyni məsələ buradadır. Demək, 6'dır, buranı x qeyd edirəm. Bura 6'dır, buranı x qeyd edirəm. Onda S1'im olur 6x, S2'm olur 6x. 6x'dən 6x'i toplayıram, bərabərəm 120'yə. 12x bərabərdir 120. X də bərabər nəyə? 10'a. Deyir, A'mız 6, B'miz 10, C'miz də 9'dur. Bütün tillərinin uzunluqları cəmi tapın. 4 vurulsun, 6, 10, 9. 4 vurulsun, 16, 25. O da bərabərdir 100'ə. Demək, nə deyir bizə? A bərabərdir 10 santimetrdirsə, 1 desimetrimiz 10 santimetrdir. Onda olacaq bu neçə? 1 desimetr. B'mizi tapaq, çünki sonunda bizə desimetrdən sonra ona görə desimetr çevirir. B'miz 8 desimetrdir. C'miz olacaq 6400 millimetr. 1 desimetrimiz 1000'dirsə, daha doğrusu 100 millimetrdirsə, 100'ə bölsək neçə eləyəcək? 64 eləyəcək, düzdür? 1 metrin, 1 desimetrimiz 10'dursa, 1 desimetrimiz 100 millimetr olur. Onda həcmi tapaq. Həcmi bərabərdir, 1 vur, 8 vur, 64 eləyəcək. Və kubun həcminə bərabərdir. A vur, A-ya bərabərdir. Kubun həcmi nəyə bərabərdir? A-nın kubuna. A da bərabərdir. Hansı 3 ədədi bir-birinə vursaq, bax, 64'ü 8 vur, 8 yazsaq, bax, 8 vur, 8 vur, 8 olacaq. Onda A-mız necə eləyəcək? 8. Tam səthin sahəsini tapdıq kubun. Kubun tam səthin sahəsi 6 kvadratıdır. 6 vurulsun 8'in kvadratı. Yəni 64 vurulsun 6 edəcək. 4 yazırıq. 2, 36, 38, 384 edəcək. Demək,
Sıfırdan mində %56'nın 13'te 7'sini tapırıq. Sıfırdan mində %56'nı 13'e bölsək eləyəcək. Sıfırdan mində mində 12, 7'ye də vursaq olacaq. Sıfırdan mində 84. Deyək ki, sıfırdan su ilə doludur. Bu hovuzdan çetir su boşaltmaq lazımdır ki, dolu olan hissədən boşaldıq da. Sıfırdan mində 84'dən nə qədər su boşaltmalıyıq ki, hovuzun 1/3, sıfırdan mində %56'nın 1/3 ne olsun? Dolu olsun. Sıfırdan mində %50, o da bərabərdir. Sıfırdan mində 84, mində 84 çıxılsın x bərabər. Sıfırdan mində 52 edəcək. Onda x'imiz də bərabər nəyə? 84'dən 52 çıxanda eləyəcək. Sıfırdan mində 32 edəcək. Geçtiği 67. Deyək ki, kubları yanaşı. Deyək ki, kubu yan yana koydukda. Kubları yanaşı koydukda, uşaqlar keçən dərsdə demişdim sizə, yanaşı koydukda uzunluğu dəyişir. Bax, kubun tərəfləri A olduğu, ikisini yanaşı koyanda A olur. Eyni olduğu kimi qalır, uzunluğu da olduğu kimi qalır. Üst-üstə qoysaq hündürlüyü dəyişəcək. Yanaşı koyanda nə dəyişir? Uzunluğu dəyişir. Tam səthinin sahəsi 40 vahid olan paralelipipeddir. Tam səthinin sahəsi deyəndə demək A. Belə yazaq da, uzunluq olur 2A. Eni olur A. Hündürlüyü də olur nə? A. S-tamı tapanda 2A'nı vururam A'ya. Üstə gəlirəm A vur A, üstə gəlinsin 2A'nı vururam nəyə? A'ya. Və bunun səndir 2'dən. Bərabərlə 40'a. 40'ı 2'ye bölürük. Elir neçə? 20. 2A kvadratı üstə gəlinsin A kvadratı, bir də 2A kvadratı bərabərdir nəyə? 20'ye. O da olacaq 5A kvadratı bərabərdir 20. A kvadratı bərabərdir nəyə? 4'ə. Deyək ki, kublardan birinin həcmini tapın. Onda A'mız neçə olacaq? 2. Həcmi də düzdür nəyə bərabərdir? A vur A vur A. Yəni 2 vur 2 vur 2. 2 eləyəcək 8. Deyək, oturacağı kvadratdır. Oturacağı kvadrat nə deməkdir? Yəni enin uzunluğu birbirine bərabər deməkdir. Oturacağın teli hündürlüyünün 3 dəfə böyük olarsa. Yəni bunlar 3x'dir. 3x'dir hündürlüyü nə gedirir? A veririk. Tillərin uzunluqları cəmi. Birinci 280'dır. Bölürük nəyə? 4. Edir neçə? 70. Sonra 3A'nın üstünə 3A. Üstünə də A gəlir. Bərabər nəyə? 70'e. 7A bərabər 70. A da bərabər nəyə? 10'a. Hündürlüyü neçə santimetrdir desə, onda A'mız elə olacaq 10. Oturacaq kvadrat olan düzbucaqlı paralelipipeddir. Yenə baxın, nə oturacaq? 69-cu misal. Çəkin, burada çəkirəm. Deyək ki, oturacağı nə olsun? Kvadrat olsun. Kvadrat olan düzbucaqlı paralelipiped A olsun. Bir yan üzünün perimetri 32'dir. Hündürlüğü oturacağın tilinden 4 dəfə böyük. Yəni burada 4A'dır. Bir yan üzünün perimetri deyəndə, bax burada S yapıyor. P yan deyək. Bax P yan. Yəni A üstə gəlsin 4A vurulsun 2 bərabər 32'dir. O da olacaq. Bir yan üzünün perimetri, hündürlüğü oturacağın tilinden 4 dəfə paralelipipedin bütün tillərin uzunluqlarının cəmini tapın. Bölək. Olacaq 5A bərabərdir 16. A da bərabərdir 16 bölünsün nəyə? 5'e. Bu da olacaq 16'nı 5'e bölsək olacaq 3/10'da 2 eləyəcək. Düzdür. Bütün tillərin uzunluqlarının cəmi deyəndə onda bütün tillərinin uzunluqları cəmi bərabər 4 vurulsun. A üstə gəl 4A eləyir. Yəni 24A. O da nə deməkdir? 24'ü vururuq nəyə? 3/10'da 2. O delir 76/10'da 8. Cevabımız olacaq 76/10'da 8. Gittik 70. suala. Desimetr, santimetr verilibdir. Bize lazımdır kubmetr saman. Yəni hamısı metrə çevirməkdir. Demək A'mız bərabər 4/5 metr. B'miz bərabərdir 600 desimetr. 1 metrimiz 10 desimetrdirsə 10'a bölürəm. Olacaq 60 metr olacaq. Onda C'miz olacaq 12 metr. Sonra V'ni tapacağım. Çünki kub metr deyirsə həcmi tapmalıyıq.
4,5 vurulsun 60 vurulsun 12 yazıram. O da bərabərdir. O deyəcək 3240. 3240 kub metr edəcək. Deyək ki, 1 kub metrə 500 kiloqramdırsa, onda 3240 kub metrə nə qədər gedəcək? Yəni biz 3240'ı vuracağıq nəyə? 500'ə. O deyəcək 1 milyon 620 min nə? Kiloqram. Və deyir ki, boş şambarın tam dolması üçün neçə sentner saman lazımdır. Bir saman yığılı. Demək bunda sentnerə çevirəndə böləcək 100'ə. Olacaq 100. Yəni 2 dənə sıfır üstünə kaç çəkəcək? 16200. Demək 72'yə baxırıq uşaqlar. Baxın, bunu biraz böyüdürəm şəkil baxın. Deyir ki, oturacaq kvadratdırsa, onda bura A'dır, burada A'dır. Hansı iki ədədi bir-birinə vursaq? 71 yazmamışam, qoy 70. Oturacağın kvadratı A, kvadrat olan paralelipipedin yan səthinin sayısı. Yəni çəkək. Oturacaq kvadratda, onda bura A olacaq. Yan səthin sayısı. Hündürlüyü 8 cm deyir bizə. S yan bərabərdir P oturacaq vurulsun H deyir bizə. Düzdür. Oturacağın perimetri nəyə bərabərdir? 4 vurulsun, 2 vurulsun A üstə gəl A vurulsun 8. Düzdür. O da bərabərdir 4A vurulsun 8 bərabərdir 480'ə. 480'i 8'ə bölür 60. Onda 4A bərabərdir 60. A'mız neçə eləyir? 15. Bütün tillərin uzunluqları cəm. Bütün tillərinin uzunluqları cəm bərabərdir. 4 vurulsun A üstə gəl 8 yazsaq. Yəni 4 vurulsun 15 üstə gəl 15 üstə gəl 8. O deyəcək 4 vurulsun 38. 2 yazırıq. 3 yadda 12, 15, 152 edəcək. Keçək indi bayaq dediyim məsələyə. Baxın, şəkil biraz böyüdüm, siz daha rahat görərsiniz. Deyir ki, oturacaq kvadratdır. Kvadratsa kvadratın sayısını tapırlar deyib 36. Onda A'mız neçə olacaq? 6. Demək, bura nə gedirəm? 6. Buranı da 6 gedirəm. Onda burada 6 olur. Doğrudur. Və sizə görün nədir? Deyir ki, bunun hamısı, buranın hamısı nəyə bərabərdir? 21'ə. Onda mən buranda x qeydirirəm. Buranda x qeydirirəm. Çünki qatlayanda onlar üstə düşəcəklər. Demək biz belə bir şey aldıq. X üstə gəl 6 üstə gəl x üstə gəl 6 bərabərdir 21 aldıq. 2x üstə gəl 6 bərabərdir 21. Onda 2x bərabərdir 21'dən çıxırıq 6'nı. 2x bərabərdir 15. X'imiz bərabərdir nəyə? 7,5'ə. Bizdən nə soruşur? Paralelipipedin yan tillərinin uzunluqları cəmini tapın. 6 ilə 6'ını toplamamışam. Uşaqlar burada 12 yazıram. 21'dən çıxıram 12'ni. Eləyir 9. 9'da 2'yə bölünür 4,5. Demək, bura neçədir? 4,5. Burada neçədir? 4,5. Yəni biz bir dənə düzbucaqlı paralelipiped aldıq. Oturacağı nəyə bərabərdir deyir. Burada 6'dır, burada 6'dır. Onun hündürlüyü neçə tapdıq? 4,5. Bizdən də soruşur ki, yan tilləri. Yan til nə deməkdir? Yəni hündürlüyün deyir. Baxın, hündürlüyün. Neçə dənə hündürlüyü var? 4 dənə. 4 vursun 4,5. O deyəcək neçə? 18. Demək 73. Yəni oturacaq kvadratdırsa, bura A'dır, burada A'dır. Onda A'mız nəyə bərabərdir? A vur A bərabər yazba 144. Onda A'mız neçə eləyəcək? 12. Demək, buranı 12 qeyd edirəm. Yəni buranı baxın 12 yazaq. Burada nə olur? 12 olur. Düzdür. Yenə bax, bura x'dir, burada x'dir. Toplayırıq. Hamısı bir yerdə neçə verirdi bizə? Deyir 34 verilibdir. X üstə gəl, x üstə gəl, 12 üstə gəl, 12 bərabərdir 34. 2x bərabərdir 34'dən çıxıram 24'ü. O da 2x bərabərdir 10 eləyir. X də bərabər nəyə? 5'ə. Yenə bax, çəkirəm şəkili. Bizə belə bir düzbucaqlı paralelipiped verilibdir. Deyir ki, oturacağı 12'dir. Yəni uzunluğu 12'dir. Eni 12'dir. Hündürlüyü neçədir? 5'dir. Yan səthinin sahəsini tap deyir bizə. S yan. S yan nəyə bərabərdir? P oturacaq vurulsun aşağı. P oturacağımız nəyə bərabərdir? 2 vurulsun
12 üstə gəl 12 vurulsun hündürlüyümüz nədir? 5. O da bərabərdir. 2 vurulsun 24. 2 vur 5 vur 24. Yəni neçə eləyəcək? 240 edəcək. 240. Keçək o birisinə. Sonuncuya. Yox, sonuncudan qabaq bir dənəsi var. Demək nə deyir bizə? Deyir ki, bax böyüdürəm görəsiniz. 225 deyil. Hansı iki ədədi bir-birinə vursaq 225 eləyəcək? Deyirsiniz ki, 15-i. Demək, bura nə olacaq? 15. Buranı da 15 qeyd edirik. Bura nə olacaq? X qeyd edəcəyik. Bunların cəmi nəyə bərabərdir? 50-yə. Yazıram. 15 üstə gəl, 15 üstə gəl, x üstə gəl, x bərabər nəyə? 50-yə. 2x bərabərdir. 50-dən çıxacam 30-u. 2x bərabərdir 20. X də bərabər nəyə? 10-a. Demək, bura 10-dur. Burada nədir? 10-dur. Nə soruşur bizdən? Həcmini tap. Demək, A-mız 15, B-miz də 15-dir. Eyni uzunluğu bir-birinə bərabərdir. Çünki kvadratdır. C-mizi neçə tapdıq? 10 tapdıq. Demək, və yaxud da B-yə deyək də. V nəyə bərabərdir? S oturacaq, vurulsun H-a. S oturacağımız da nə idi? 225-dir. Düzdür? 225 vurulsun 10. O da 2250. Keçdik ən sonuncu. Oturacaq kvadraturun düzbucaqlı paralelipedin yan səthinin sahəsi nəyə bərabərdir? 240-a. Hündürlüyü isə necə? 5-ə. Bizə nə soruşur? Həcmi soruşur. Həcmi tapanda nə edirdik? S oturacaq, vurulsun H yazırıq. Yəni 240 vurulsun 5. O da olacaq 0, 0 yazırıq. 2 yadda 120. Yəni neçə? 1200 edəcək. Cavabımız bitdi. Bu qədər.